Salam əziz dostlar, hər birinizi salamlayıram. Bugün fərqli bir bağçadayam və bunların gözəl-gözəl çiçəkləri var. Bunu bacardığım qədərilə sizə videosunu çəkəcəm. Bu göy zambaqlarda, amma məndəki tünd göydür bu hissələri. Bunlarda belə açıq göydür. Burası tamam açıqdır, belə açıq fərqli rəngdədir. Bu da məndəki tam burası mor rəngdədir. Burası ağuşdur, amma bunlarda bu hissəsi biraz açıq rəngdir. Və burada sarı zambaqda gördüm. Sarı gözəllər. Bir neçəsi açıqdır. Amma bir xeylisi də belə durur. Belə qəşəng rənglidir, belə içi də. Bundan mənə də veribdi bacım. Sağ olsun. Əkmişəm. Yəqin ki, gələn il olmasa da o birisilik çiçək açar. Belə gözəl, fərqli rəngi var. Bunların bağçasından büyünlərim sizin üçün bir qısa video hazırlamaq istəyirəm. Bura düşmüşkən buradan da video çəkim sizin üçün. Bu gülün, bu deyəsən özündən bitəndir. Bunların çöhrə rəngilə mənə veriblər, əkmişəm. Bunun adı tam indi yadımda deyil, amma qabaqda taxıl sahələrində bundan belə çıxırdı. Çox xoşuma gəlirdi mənim də. Bu da belə bir gözəllik. Bu da belə bir ağaçdır. Nədirsə belə çiçək açıb. Belə ortancadır. Bu qartopuna oxşuyur, amma qartopu belə deyil. Elə bil bu biraz yanıbdır. Biraz xırda çiçəklidir. Amma qartopuna oxşuyur. Bəlkə də ondan da təzəkilib deyə belədir, amma yəni belə bir gözəldir bu da. Arxada da orada rozmarin var. Və burada da belə çardaq gülləri var. Zoğal ağacı, çardaq gülləri belə qəşəng çiçəklisi. O tərəflərdə də belə yenə güllükdür. Oranı da geri çəkəcəm. Bu gözəl mis qoxulu qırmızı gül. Yerdə fərqli toxumlar da var. Əkilib. Buradan da qazanyalar. Belə qazanyanın üstünə də belə gül düşüb. Belə bu da xrizantemlər. Burada da qav gülləri var bunların. Belə qəşəng. Burada belə ceyran gözləri var. Bu yeni əkilibdir. Hansınla? Hə, məndə daha çoxdur. O şəhərdə zad olar da, o qəşəng. Hə. Bu elə bir yerə düşmüşmüş torpağı, tökülüb yer. Hə. Bu ortancanı qav dəkmisiniz. Bu məndə də var, yerdədir. Hə də ortancadır o. Hə. Məndəkin də belə yerdə var, yarpağı sarı kimidir. Bilmirəm niyə elədi. Olsun, düzələcək. Hə. Allah, bu da nə qəşəngdir. Bu da dəsən çiçəkləmək istəyir. Bunlar da yeni əkilmiş oxşuyur. Bunları indiki ildə gətiribdik. Hə, qəşəngdir. Buradakılar da yeni. Bunu da kim gildəsə görmüşdüm bundan. Mənim nəsə çiçək açmayandan biraz. Hə, bacım Tuğbatdan gətirib onu. Bu aloe gülüdəki tamam başqadır. Hə, bu ayrıdır. Elə gözəldir, o şaxta vurdum. Mən əlimin içi boydadır elə bunun yekəliyi. Bu fərqlidir. Fərqli güllərdir. Bunlar da yer gülüdür. Piyondur. Hə, yer gülüdür onlar da. Varsa o piyonlar. Mənim var bir 3 ildir hələ açmır. Bizimkiyə yetdirdi, indi düyvəli belə. Hə. Nasıl zaxtı bizimki? Gəlinlərə verilir. Hə. Bu kitayçıq rozan tamam fərqlidir. Bu belə qırmızı yarpaqdır. Hə, elə gözəldir o. Bunun çiçəyin maraqlıdır, görək nətər olar. Nətər olacaq? Bundan mənim də var. Çox qəşəng güldür bu da. Çox çiçək açır da qərənfillərdir. Qərənfilin yanındakı kalonşu da xəstədir.
Bundan mənim də var, qəşəkdir. Məndə olmayan ümumiyyətcə geran yoxdur. Belə burada belə yığıblar. Yer düzəldib. Qırmızının yanına qoyulub deyə bu da belə tozlanıb deyə qəşəng rəngi olur. Qırlar bu düşər hamısı yerə. Ora biraz ehtiyatlı yerdir. Bundan mənim də var. Hə, gül xəstəlikdir. Hə. Səndə də görürəm. Bir oraya göstərir mənə. Məndə də çoxdur, hə. Bunların qoxusu qəşəkdir, belə qəşəng qoxuludur. Bunun altındakı ama bu zakkum deyilən çiçək, bunu gərək ayrı bir gün düşən yerə kəsiniz. Bu kölgəlikdə olmur o. Çıxardan yox deyil bizə. Onu çıxardıq verən yox. Yerdəkilər də hamısı kasımpatılar. Bu da o yerdə kitazki roza kimi açan çiçəkdəndir. Bir dənə boy bundandır. Sizdə ətir şah çoxdur. Reyhan göldən də getdik. Gəldindən. Onu da getdik. Onları payızda gərək gələm çəkəm. Kalan şolar amma belə xarab olub. Hamısını bit basıb, tamam xarab olubdu. Bunların hamısını tullamaq lazımdır da bunun qurtuluşu yoxdur. Çox xarab olub. Tamam bit təmiz xarab edib. Ağ gölündə qəşəng qoxusu gəlir. Çox gözəl. Bəh. Qərənfilləriniz də başlayıb açmağa. Başlayıb. Burada həzəhləri var. Kalan şolarınız amma hamısını bit basıb. Xarab olub təmiz. Onları tullayın aynı. O havaya ondan bir şey olası deyil. Ama o qarışqı dərmandan deyil tükəndə, o aparır onu. Çox şeyli və tamam xarab eləyib. Hə. Onun qutarmaq şansı yoxdur. Təmiz xarab olubdur. Hə. O qarışqı dərmandan alır. Bu qızıl gül də mürəbbə üçün olandandır. O hə. O qızıl gül deyil. O bilsən nə? Armud gül deyirlər. Nəlbəki gül deyirlər. O yekədəndir. Ondan deyil. O balacayı o qızıl gül deyil. Deyil o çardaqdakindən də o dırmaşandan. Bunlar da hamısı böyük boy ətir şartdır. Bunlar hə. Piyonumuz da deyil budur. Hə. Düyməliyib. Gördüm, hə. Hə. 2 dənə düyməsi var. Amma xeyli balalayıb bu. Hə. Çox alıbdır. Hə. Hələ buraya neçildir? 7 ildir. Hələ indi. Hə. O deyir. Bunu da mən qapıya əkmişdim yerə. İndi baxıram ki, Qışda ölür yazda. baxıram ki, indi yerdən çıxıbdı Hə, xeyli. yazda çıxır. Bunu dedim mən atama. Aha. Hə. Elə qələmdən gəlir. Tikansızdır, hə. O gəlinlərlə əlinə verilən güllərdəndir. Belə balaca da gülləri var. Buradan da dovşan ağzı deyirlər, balıq ağzı deyirlər. Hadi ondan. Bundan məndə var idi, köçdü. Hə, o iç gülü deyirlər, nə deyirlər? Belə balaca güllər də əkiblər. Belə, bu da burada. Belə əziz dostlarım, sizinlə də buradan sağollaşım. İndi gəlmişdim, belə gözəl çiçəkli bağça gördüm. Buradan sizin üçün də video çəkdim. İnşallah ki, yeni videolarda görüşərik. Belə buraları da çəkeyim sizin üçün. Buradan da sizlə sağollaşım. Mən sarı gülümləndir bu da. Buradan əkiblər bir kol. Belə yeni videolarda görüşərik əziz dostlarım.
Bu bağçanın sahibi də həmişə güllü çiçəkli olsun. Gözəl qoxulu gülləri həyətlərindən əksik olmasın. Hələlik dostlarım. Allah'a emanet olun.